Azərbaycan hakimiyyətinin trollarının əziyyətinə ürəyim ağrıyır. Bayaq bir qısa video paylaşdım. Əli Kəriminin həbsxanadan göndərdiyi müraciət idi. O Ermənistandakı seçki kampaniyasını Azərbaycanla müqayisə eləmişdi. Demişdi ki, görəsən orada hakimiyyətdəkilərin, müxalifətdəkilərin azad seçki kampaniyasını görən İlham Əliyev hansı hisslər keçirdir? O İlham Əliyev ki, siyasi rəqiblərini sıxışdırıb, həbsxanaya atıb, şərləyir. Tonlarla troll səhifəmə hücum çəkib. Şərhlər yazırlar, uzun-uzun, ağıllı-ağıllı. Mənə və o videonu izləyənlərə izah eləməyə, başa salmağa çalışırlar ki, dünyanın ən gözəl, səliqəli seçkisi Azərbaycanda keçirilir. Halva deməklə ağız şirin olmur. Azərbaycanda demokratik seçki keçirilir. Ən gözəl seçki bizdədir deməklə vəziyyət dəyişmir. Bütün Azərbaycan hakimiyyət trollarının, təbliğatçıların, yapçıların bu istiqamətdə yazdığı, danışdığı çıxışları puç eləyən 2-3 fakt sadalamaq kifayətdir. Biri ondan ibarətdir ki, demokratik seçkilərin, azad, rəqabətli seçkilərin olduğu yerdə bir adam 23 il hakimiyyətdə qalmır ki, o İlham Əliyevdir. Azad, demokratik dediğiniz o seçki kampanyasını Qazaxdan yayılan o 3 dəqiqəlik də olmayan bir video var idi. Vətəndaş gəlir seçki məntəqəsinə, deyir ki, mənim yoldaşıma, ölmüş, vəfat eləmiş yoldaşıma çağırış vəsiqəsi göndəribsiz. Komissiya üzvləri isə deyir ki, o sizin üçün ölüb, bizim üçün ölməyib. Bax, budur sizin mənzərəniz. Seçki barədə bərbəzəkli, ağıllı fikirlər yazmağa ehtiyac yoxdur. Onun olmasını sübut eləməkdən ötürü heç olmaya bələdiyyə səviyyəsində adam balası kimi bir seçki keçirtmək lazımdır. Bu trolları az işlədin. Mənasız yerə az işlədin. Onların o sosial şəbəkədə çəkdiyi əziyyəti heç olmaya göndərin o Bakı kanalizasiya sistemində biraz işləsinlər. Onda ölkəmiz üçün də, onlar üçün də daha faydalı olar.